Herkese salam. Bugün nə günüdür Züleyxa? Bugün dərs günüdür. Sənət gündür. Bugün mənim ad günümdür və ilk dəfə ad günümü vloqlamaq istəyirəm. Düzdür, axşamdan hazırlıqlara başlamışam. Bəzi salatları, tortun birini axşam bişirmişəm. Çünki dərs də var, çatdıra bilmək üçün. 18 dekabr mənim doğum günüm. Altda hər kəsin təbriklərini qəbul eləmək istəyirəm. Həqiqətən əsl izləyicilərimi indi görəcəm. Məni çox istəyən və mənə nifrət edənlər altda şərhə doğum günümü təbrik eləsinlər. Gedir indi Zeynəbi məktəbdən gətirək, Züleyxanı məktəbə qoyaq. Mən hazırlıqlara davam edəcəm və artıq bundan o tərəfə çəkəcəm. Bundan o tərəfə etdiyim hər şey çəkəcəm. Amma bura kimi etdiklərimi çəkə bilməmişəm. Hələ ki gedirik. Hələ Və indi Zeynəbi götürdüm. Gedirik evə. Bir-iki dənə də lazımlı şey vardı. Onları da aldıq. Gedeyim salatımın davamını eləyim. Dediyim kimi bugün etdiyim işlər artıq buradan tərəfə hamısını çəkəcəm. Mümkün qədər. Amma axşamdan dediyim kimi tortun birini bişirmişəm. Onu çəkə bilmədim çünki vaxtım yox idi də. Bundan sonra çəkəcəm amma. Zeynəb bugün nə gündür? bugün ananın günüdür. Bugün ev tapşırığımı məktəbdə yazırdım. 18 dekabr yazdım. Qıraqlarına ürək. Təbrik edirsən ananı. Təşəkkür edirəm. Təşəkkür edirəm. Belə gedirik evə. Yemək yeyək, biraz nəsə atışdıraq bir şeylər. Yeməklərimi yavaş-yavaş hazırlayım. Həlləlik gedirik. Deməli bu şey salat olacaq. Adi sinə salat eləyəcəm. Bəzi şeyini doğramışam, bəzi şeylərini indi soyacağam. Paytaxt salatıdır. Hər şeyini doğramışam. Bir dənə göyərtisini doğrayacağım. Bir də mayonezini qatacağım. Belə. Demək olar ki, hazırdır. İndi bunlardan davam edeyim. Geldim çömele. Bakaş. Video seçelim, video seçelim başlayalım. Geldim çömele bes. Selam dostlar. Yolda görmüşsünüz ben yargıncım. Çömeleyim. Hı? Sana teşekkür ederim. Yok eleyim. Bu dışarıda olmuşum. Eleyim. Şundan yok, ne verirsin? Burada dokuzca bilemem de neyse. Öyle mi? Ben deyim ki bundan oturup içeyim yiyeyim. Hı. İstəyirəm ki, bunu yola basdıracağım. Ne? Dedim sistem şey sonunda kaynadım. Bunu yumurta için hazırlayırsan, mayonez katandan sonra. Sonunda böyle gelirsen, bunu içine sonunda örtürsen, sonra yumurta içer. Eleyim de, ama sonra bunu çekimde kalanını çekimde bana olacak. Hiç anlamadım aslında. Bu saçsız bir şey anladım. Bari çok mutluyum çünkü hayallerimde şeyler Sesini oldu. değiştirebilirim. Hiç olmaz. Sen bir daha yukarıdan içersen. Zeyya tatillerine çok mutluyum. İyi ya. Yoksa Çok dünyanın sesli oldu. Ben de şeyim dünyanın var. aklıma şunu takacağım da, onda istediğim için her şeyi danışırsam. Yeni danışayım. Dostlar çok mutluyum çünkü çekiliş elədik. Bütün müəllimlərdə soruşdum. Bütün Sen müəllimlər. yeni çəkilişi. Evet. Saçdan da basıp dikti. Mənə ən yaxşı izləyicimiz. Evet. Çok mutluyum. Ana. Sen kaza var ya. Yukarı çık. Hadi diyor kim? Ayşe kim çıktı? Mən Allah şey. Ayşe. Ha. Hüseyin Hüseyin Bala. Bəs Ayşe? Demədi. Nə qədər elədim demədi. Bəli. Niye? Bakalım deyim onu görmüşüm. Aslında bizim vermeliyiz. Evet müəllimə desəm bir şey çəkmir. Hüseyin abi. Dedik. Biz onu yazdık. Kim bilmeyecek. Onlar da hədiyyə istəyirsən. Evet. Anneciğim iş yapıyordur. Bu benim hakkımdır. Tuzladı. İzleyici. Evet. Salat yerlerinde hoşum geldi. Gel bu arada yiyelim. Bu arada dostlar yeni en sevdiğimiz adetler arasında. Dostlar ne görüşme seni. Dostlar. Dostlar en sevdiğimiz yeni yıl adeti nerede? Mənim evi bəzəmək. Mənim salat yemək. Mənim ümumiyyətlə yemək yemək. En sevdiyim bayram adətləri ümumiyyətlə yemək qisminə aiddir. Hazırlamaq qisminə də yox, yemək qisminə. Hazırlamaq qisminə sevirəm əslində. Aydan
bayram ne var mən Ən çox Ramazan yeməkdən çox bayramı. salatlar, nə bilim, Ramazan tostlar, belə şeylər bayramında hazırlamağı daha elə çox gözəl sevirəm. salat eləmişdim ki, barmaqlarımızı yərdik. Gördülər, YouTube atmışdım sən Evet. salatını. Ramazan Zeynəbin bir dənə Ramazan vlogu var. Yarım saat sadəcə salat hazırlayıb danışa. Heç bir yerini kəsmədən, Hə. yəni bütün şəkildə o videonu yükləmişik. Baxmayıbsınızsa baxa bilərsiniz. Evet, videonun içində nə olur? Baxmayıbsınızsa ya da baxmayanlar Normalda- varsa baxa bilər. Annem videonun içində qoyacaqdı, amma yarım saat olduğundan dolayı. Videonun içinə xırda bir parça kimi əkləmişdim, əlavə eləmişdim, amma yəni qalan hissəsini bütün şəkildə video eləmişdim. Bu arada təmizlik vloqumuz qəşəng Manqal falan da izlənir, eləmişdik. amma şərh azdır. Bir də şeydir uşaqlar, demək biz Zeynəbki belə bir şey eləyirdilər. Gift box kimi bir şey eləyirdilər. Qutunun içinə qolbaq, muncuq, stiker belə bir şeylər qoyurdular və məktəbdə uşaqlara falan hədiyyə satmaq istəyirdilər. Daha doğrusu belə biznes qurmaq istəyirdilər özlərinə və biz tənbih elədik ki, yəni elə bir şey olmaz. İndi əlimizdə qalan son qutuları bir video çəkəcəyik. Bu videonun altına ən gözəl şərh yazana 3 nəfərə o qutulardan hədiyyə edəcəyik, amma içində daha fazla şeylər olacaq. arada- Yəni ən son əlimizdə qalan hər şeyi 6 qutuya böləcəyik də belə deyək. Hədiyyə şərhində çıxmayanlar üzülməsinlər, çünki İkinci dəfə də edəcəyik müəllim. olacaq. Yəni onun hazırlanma vloqunun da altına şərh yazanlara ikinci dəfə hədiyyə 3 dənə adam yenidən seçəcəyik. Yəni Arada şərhi xoşumuza gələn, sadəcə kimin şərhi xoşumuza gəldi. Instagramdan falan O da an şeylərinizi kimi yaza bilərsiniz. Konularınızı. Instagram səhifəmizi də mən taq eləyərəm bu videonun altına. Bilməyənlər üçün Instagram səhifəmizdə taq eləyərəm. Mən bilə bilmirəm. YouTube-da deyəsən sonluqda Instagram şeyimiz yoxdur, səhifəmiz. Instagram səhifəmizi də etiketləyərəm bu videonun yorumlarına. Mümkün olsa, bacarsam, mümkün olsa yox, mən bacarsam. Instagramdan məsəl üçün də hədiyyə qazananlar mənə əlaqə saxlaya bilərlər. Evet. Hədiyyələrini göndərə bilərik və həqiqətən bu dəfə hədiyyələrə daha böyük deyil, kraxmallı da kartoşka doğurursan və hamısı bir-birinə yapışır. Əlini soxma içinə. Çox oldu kartoşkası, bəsdir bu. İndi mən də istəyirəm. Dostlar, Bəzən mən qaynamış kartoşka sevməsəm də salat yerində qaynamış kartoşka o qədər dadlı olur ki. Evet, çox dadlı. Əlimi yuyum. Bu arada soruşanlar üçün də deyim ki, mənim 28 yaşım tamam olur. 28 mi? Yohannes. Bəli. Təbrik edənlər hamı nəzərdə. Aynen kanka. 28 yaşım. Anam deyil də bir bacımdır. Ad eləcər. Bu da Aramızda 8 il qızlar fərq var. plov eləyəcəm. Ətin axşam qaynatmışam, ortalıqda qal. Plov eləyəcəm. Bir də sobada toyuq eləyəcəm. Onu da bastırma eləmişəm. Soyuducudadır bastırmamız. İndi bunun mayonezini bundan qatım. Yoxsa birinci açıq mayonezdən istifadə edək. Çatacaqsa ondan qatır. Yox, onsuz da o birisini atacağım. Birinci açıq olan işlədik ki. Mayonezini də qatım indi. Mayonezini elə bilin. Əsasən, neysə eləməmişim içinə. Sinə də açılır. Sinə yoxa çıxdı ki. Kartofun eləmişsən, yumurtasını eləmişsən. Heç nə. Nə bunamız üçün qarğıdalı falan atırlar. İstəmirəm qarğıdalını, sadə istəyirəm belə. Evet, biri sadə, biri də Paytaxt salatı. Evet. Mənə bir dənə də qaşıq ver, mayonezə təmiz qaşıq. Paytaxt salatı. Yox, götürmürəm. Onsuz da salat edirəm. çıxılır. Yox, fərq etməz. Onsuz da mayonez hamısını salata atacağam da, fərq eləmir. Mən mayonez salata adətən mayonezlə xamanı qarışdırıb qatırlar. Mən sevmirəm. Nəyə görə? Mən ümumiyyətlə xamanın dadını sevmirəm. Ancaq ramaşka xaması var, onun dadını biraz sevirəm. Xamadan gələn o qəribə bir qoxu var, onu heç sevmirəm. Qalanda da salatda dadı çox qəribə olur deyənə heç sevmirəm. Ancaq belə səhər yeməklərində falan Bu sevmirəm. arada ən sevdiyim indiyə kimi. Heç yeni ili sevməmişəm. Mən yeni il bayramını ümumiyyətlə sevmirəm. Yalansa. Amma ən sevdiyim yeni il dediyim kimi keçən il oldu. Keçən il? Niyə? Mənim yadımda qalmır amma elə şeylər. Çünki dediyim kimi ən Hətta sevdiyim deyirlər yeni il adət ənənəsi yemək yeməkdir. Onun üçün
Yəni. Hətta deyirlər keçən il qar yağıb, mən onu belə xatırlamıram. Düşünün elə bilirəm ki, keçən il qar yağıb. Oha, keçən il elə yağmışdı ki, şaxta. Sən gəl ver bunun duzuna baxaq. Evet, bak. Bunu mayonezin qatmayacağam, çünki ona göyərti doğramalıyam. Göyərtini yuyum, təmizləyim, doğrayım. Anne. Ya bunun duzuna baxaq. Evet, bakalım. Xaladelniyə qoyaq. Özün tutsun, daha dadlı olsun. Və bu Sürədə arada mən sizə yenə açacağım kameranı. ara verim. Mən də bir tikə çörək yeyim. Sonra işlərimizə son hız davam edək ki, çünki sonra Züleyxanın arxasına keçəcəm. Dərsim neredəsə ya? Vaxtımız azdır. Riyaziyyatda mən ona da dərs Sən gedirsən dərs eləməyə, mən çörək yeyirəm. Telefonumu götürməliyəm. İndi aşın qarası üçün soğan soyunu doğrayım. Aşın qarasını hazırlayım. Suyunu hatta qoyum qaynasın. Mən üşüdüm bu arada, əynimə qalın geyindim. Çünki mən çox üşüyürəm. Son günlərdə ümumiyyətlə çox üşüyürəm. Bir də mən bir şeyin fərqinə varmışam. Məncə mən insanlara qıraqdan səmimi gəlmirəm. Yəni ona görə məncə izləyicimiz bəlkə də azdır. Bu arada deyim ki, martın 10-unda səhifəmizin, kanalımızın tam 6 ili tamam olacaq. Və buna özəl bir kutlama deyəcəm, belə Türkçə deyil. Bir qeyd eləmək istəyirəm. Çünki tortla falan 6 ilimiz qeyd olur. Çünki YouTube olaraq 6 yaşımız qeyd olur. Amma yəni izləyicimiz çox azdır da. Yəni hələ bu il biraz artıb izləyicimiz. Mən insanlara səmimi gəlmirəm məncə. Amma mən əslində çox bəlkə də özümdən razı falan ki, video sənəmdə əslində heç elə bir insan deyiləm. Sadəcə biraz çəkingən insanam. Qaynadı, qaynadı. Elimi görmürsünüz burada benim.
Demək soğanım burada qovrulsun. Mənim burada biraz qablarım var. Yumurta indi soğan doğradım. Düyünü qoyum qırağa. Düyünü suya qoymuşdum ki istansın. Bunu salat atacağım. Mən qablarımı yuyum. Həm əlimin soğan iyisi geçsin. Salatalarımı vuranda bu arada mən maçalkaları da ayrı-ayrı saxlayıram. Stəkan maçalkasını, qab maçalkasını qarışdırmağı sevmirəm. Nəysə mən qabları yuyum. Oradan davam edeyim sonra. Soğandan gözlərim yandı. Özümə çay çıxırdım. Dünənlərim qəşəng qızlar. Piçeni eləmişdim. Belə. İstəsəniz videosunu çəkərəm. Başqa vaxt hazır. Mən hamısını ürəyi eləmək istəyirəm. Uşaqlar gəldilər. Belə falan kəsdilər. Mən sadəcə hamısı ürək qoymuşum da olsun istəyirdim. Standart görsün. Və düşünürdüm ki, qırmızı rəngə boyayaram. Tortun üstünə bəzək kimi qoyaram. Amma nəsə bas keçdik sonra. O da çox dadlıdır. Yağ əridərkən yağın çıxan tortasından hazırlamışam. Dünən ki, belə piçenni də deməyə pişirmişdim piçennilər. Bunların xəmirindən saxlamışdım. Belə. Təəssüf, axşam bunu pişirəcəkdim. Bunu axşam pişirmək istəyirdim. Çaşıb buzxanada saxlamışam, bərkimişdi. Ona görə axşam pişirə bilmədim. Bunları indi ballı tost kimi də o formada hazırlayacağım. Qəşəng olacaq. İzləyin. Yağlı kağızı çıxardım, keçi boşalım öncə. Yəni, keçim təzəbbiylə qızlar, çox da bilmirəm, yəni dərəcəsini dünən tost pişirmişəm, bir iki dəfə istifadə eləmişəm də, yəni tam olaraq da yəni neçə dərəcə istifadə eləmək falan bilmirəm, təxmini istifadə edəcəm. İndi öncə yağlı kağız götürürüm. Bir dənə kəsik yağlı kağız var, bunu istifadə edeyim. Dünən soba listi üçün kəsmişəm, balaca olur. Bu arada bunun qıraqlarını yiyəcəm. Səfər yapdım. Azıcık səfərin altına gittim. Bu arada heç nəyim reklam kimi düşməyi istəmirəm. Hər şeyə bir təhlif haqqı gəlir YouTube'dan. Nə yüklüyürsənsə bloka atır qoyur. Bilmirsən nəyə görə heç bəzən. Blok edir sadəcə. İndi kündəmizin, hələ də kündələrimiz möhkəmdir. Dünən soyuducu, yanlışlıqla soyuducuda qaldı. Tez pişirmək niyyətim var idi. Sadəcə 2 dəqiqəlik soyuducuda qalsın götürüm deyə düşündüm. Sonra yadımdan çıxdı, qaldı. Gecə çıxartdım və təkrar buzluğa yox, soyuducuya atdım. Yetərli oldu. Yumuşalmayıblar. Hələ də möhkəmdilər. Biraz yumuşalsalar çox qəşəng olar. Baxaq görək necə alınır, aça biləcəm.
Aça bilməsəm qalacaq. Birazdan eləyəcəm. Yeməkləri hazır. Sadəcə mən sobada yemək yemək istəyirəm də toyuq. Ona görə bunu eləmək istədim ki, sobada toyuq pişirənə qədər bu hazır olsun da. Yəni sobadan ehtiyacım olmasın. Ancaq yox, bu açılmır. Bunları saxlayıram. Öncə yeməklərimi eləyim. Vaxt olarsa eləyərəm. Bunda vaxt olmazsa bu xəmirləri yəni nə qədər saxlayırsın, saxlamaq olur. Saxlayaram soyuducuda. Başqa vaxt nəticə onu da tork edərəm. Saxlayıram ona görə. Və indi kartuşka soyum. Ətimi göstərim sizə. Ətlərimi axşamdan bastırma eləmişəm. Biraz duzlu olmağından qorxuram. Çünki əti çox nəzərə hazırlamışdım. Sonra əti az. Çox gözəl qoxur. Ətləri belə bastırma etdim. Onda kartuşka soyaq, bunu sobaya ataq və aşı hazırlayaq. Staliçninin göyərtisini doğrayaq. Bunlar qalsın sonra. Soba yeməyini də düşünürəm. Bizim o birisi turk yığmışam. Gezinin müəmlədə vurur. Soba listi. Bunda eləyərik şeyə. Yeməyi bunda eləyərik. Bunda hazırlayarıq. Yeməyi hazırlamaq asandır. Çünki axşamdan hər şeyini eləmişəm də dediyim kimi. İndi bir dənə şey eləyəcəm. Kartuşkasını soyacam, doğrayacam. Sarkük, buz və salam qoyacam sobaya. Sarkük, kartuşka götüreyim. Görək kartuşkamız. Kartuşkasını çox eləmək istəmirəm bu arada. Heç eləmək istəmirəm. Belə çox ola bilirsə. Soğan vurmayacam çünki soğan tərkibində var idi. Bunlar çox mu olar kartuşka? Böyük kartuşkalarım. Bakın. Bilmirəm. Qab götürüm, bunları soyum, yuyum, hazırlayım. Ən əsasda bir ki iş görəndə ən çox vaxt aparan şey bir şey hazırlayarkən o doğradığın yudun qab. Onu elədin qabı yudun. Bunu elədin yenə qabı yudun. O qab yumaq prosesləri çox da dolu görsənirəm. Kameranı mən telefonla çəkiliş edirəm və kameranı yan çevirdiyim an hər şey elini görsənir və gerçəkdən də kilo da almışıq biraz. Belə. Kartuşkaları soyuyorum. Bunlarını buraya yığıyorum. Həqiqətən də bu arada bu videonun altında çox təbrik görmək istəyirəm. Dünən mənim rəfiqəmin doğum günü idi. Biz uşaqlıqdan bir yerdə böyümüşük. Belə telefonda təbrik etdim, ancaq buradan bir təbrik edirəm. İnşallah həyatda ən çox arzuladığın nə varsa hər birinə çatarsan. Əsl xoşbəxtliyi yaşayarsan, qəlbin xoşbəxt olar hər zaman. Çünki əsas qəlbdə özünü xoşbəxt hiss eləməkdir. Üzdə xoşbəxt görünə bilərsən, amma əsas qəlbdə xoşbəxt hiss etməkdir. Ona görə yəni istəyərdim ki, bu videonun altında çoxlu təbrik alın. Həqiqətən çox istəyərdim.
Duzunu bırak. Bir tripodun ayağısını bizdə bir tripod çox balacadır yenə. Daha çəkmiyorum hər tərəfi. İndi mən sizi çevirirəm. İndi ətlərdən düzəcəm. Toşkaları düzəcəm. Yine etləri düzəcəm. Belə. İndi bunu göndərəcəm sobaya. Sobaya bunu koy. Ay buna yağ tökmeyi unutmuştum. Bir dəqiqə. Yağ tökmeyi unutmuşam qızlar. Yağ tökürəm. Belə koyum sobaya tekrar. Dağınıqlığa baxmayın. Çünki işlərimi bitirdikdən sonra buranın dağınıqlığını çıxarmayacağım. Belə getdi pişməyə. İndi paytaxt salatını yekunlaşdıracağım. Qızlar böyətçisini doğrayıyorum qəşəng. Bu arada xiyar əlavə eləyəcəm. Çünki xiyarın dadı az gəlir. Qoxusu az gəlir. Turş xiyar çox əlavə etmək istəmirəm. Turş olacaq deyəmə. Heç vaxt əslində doğum günümü qeyd etmək istəməmişəm. Həmişə gərəksiz kimi gəlib də doğum günümü qeyd etmək. Neyimə lazımdır, istəmirəm falan. Yoldaşım tort falan gətirirdi. Bu il nəsə yeni il qeyd edilmiş kimi qeyd edirəm. Bilmirəm, bu il maraqlı gəlir qeyd etmək. Hər halda bu il həyatımda önəmli nəsə bir dəyişiklik olacaq ona görə. Kişnişini də doğrayaq. Kişnişinizi büyüdüyüm kişnişlərdir. Çok büyüdüler. Bilmirəm, mən reseptinə baxmıram təkrar, amma məncə kişnişdə göyərti olaraq kişnişlə istifadə edilir. Və bıçağın pis kəsdiyinə görə heç incə doğraya bilmirəm. Böyük.
Bıçağım yaxşı kəsmir. Ümumiyyətlə kəsmir. Göyərtini atdıqdan sonra artıq hiss edirsən ki, salatın qoxusu gəlir. Göyərtisi olmadan o qoxunu ala bilir. O staliçin salatın özünə məxsus qoxusu var. Adam onu almaq istəyir, hiss eləmək istəyir. Göyərtini atmadan onu hiss eləmək olur. Göyərtini əlavə edəndən sonra görsən ki, aha, qoxusu oldu. Ateş söndü heç. Mən sobanı qoşum. Bayaq tort eləmək istəyirdim, yenə dəqiqəsini. Bu dəqiqələri ilə başım çıxmır sadəcə. Məndə köhnə pitsada timer var idi. Ancaq isə bir başqa cür idi. Bilmirəm, bu başqa cürdür. Bunu da bəlkə də güya indi yarım saata qurmuşuq da görək. Necə olacaq? Sonra gedim düyünün suyunu qoydum qaynamağa. Burada görsənir. Düyünün əti hazır oldu. Suyu qaynasın. Düyüsünü töküm, dəmə qoyum və salam. Və burada da sobada yeməyimiz hazırlanır. Salatımın da biri hazırdır. Yəni onu az hazırladım. Günortada ondan yedik. Bunu isə qarışdırım, rahat əlimi yuyum, bir dənə görək nə göstərir. Bu arada bu mikserin qabıdır qızlar. Öyle çox istifadə etmirəm, sadəcə krem falan hazırlayanda. Məndə mikser şeydir, belə özü fırlanır altında. Ondan idi. Onun qabıdır. Çoxdanıncı illərdə almışam bu mikseri bu arada. Çoxdan, lap çoxdan. Əvvəl dəbdə olan bir markanın mikseridir. Sizcə göyərtisi bəsdir qızlar. Biraz əlavə eləmək istəyirəm şüyüd. Kişnişin uclarından. Bıçaq yaxşı kəsmir, ürəyimə yapmır. Belə bir damcı göyərti əlavə edəcəm, çox az. Belə necə deyim? Belə bu qədər şüyüd əlavə edəcəm. Kişniş çox yoğundur deyənə, kişnişi belə tel-tel, 2 tel qoymaq istəyirəm. Vəssalam, bu qədər yetər. Kişnişin zoğları da böyüdü, yarpaqları da böyüdü. Qəşəng kişnişdir. Prosta bıçağım yaxşı kəsmir. Elə biraz yaxşı kəsən hələ budur. Balaca bıçağım var idi, qəşəng kəsən. Nəysə, bitdi zaten. Bu arada yeni ildə də qızlar, mən yeni ili necə deyim, Xristos bayramı kimi qeyd eləmirəm də. Yəni yeni ili yeni bir ilə qədəm qoymaq məqsədində. Yəni köhnə bir ili geridə qoyuruq və yeni bir ilə necə qədəm qoyarsansa, hansı əhval-ruhiyyə ilə qədəm qoyarsansa, qarşılayarsansa o cürdə davam edir. Prinsipinə inanaraq gözəl keçirmək istəyirəm və ən çox da ümumiyyətlə mən belə məclislərdə ən çox məni hamı dəstəkləməz. Bu arada mən bu cür istəyirəm. Yəni bir çeşid yemək olsun. Məsələn, bir dənə plov olsun, ya bir dənə kotlet olsun, amma məzə çeşidi çox olsun. Məsələn, salat çox olsun, bilinçiklər olsun, fərqli çeşiddə bilinçiklər. Yəni onlar mənə daha çox xoşuma gəlir. Çünki yemək oturanda çox yeyə bilmirsən. Hər şeydən bir qaşıq qoyursan, doyursan. 5 dəqiqə keçir başdan acmağa. Onda da ağır yemək olmur. Amma salat çeşid olanda acanda bir qaşıq o salatdan, bir qaşıq mənə xoşum gəlir eləncələr. Всё. Bu demək ancaq mayonezim vuracam indi. Durum stolun üstünü toparlayım, bu göyərtilər falan toparlayım buradan. Mayonez qataq. Soyuducuya qoymaq istəmirəm. Çox soyuqdur. Axşam səhərə kimi soyuducuda olurlar. Qoyaram. Soyuducuya qoyaram. Pəncərə bağlı qoyaram soyuducuya. Göyərtini zadı yığışdırım. Davam eləyək. Axşam əgər bilmirəm qonağım olarsa, ay telefon yanlış qoyanmışam. Axşam əgər qonaqlarımız olarsa, izin verərlərsə elə də çəkmək istəyirəm. Süfrədə tort kəsərkən məndən olsa, mən məsəl üçün kameranı qurub qoyaram. Yəni başdan ayağa hamısını çəkərəm, sonra sürətli şəkildə hamısını göstərərəm. Amma hamı videoya düşmək istəmir, hamı YouTube-da görsənmək istəmir. Bu Azərbaycanda hələ tam da yəni qəbul olunmuş bir şey deyil. Və buradan bəzilərinə demək istəyirəm ki, məsəl üçün bəlkə deyirlər ki,
iş tapıb özünə YouTuber olur falan filan. Amma heç kimə qarışa bilməz bu cəhətdən məncə. Çünki həyatda hansısa çətinliklərdən keçəndə heç kim gəlib ayağını qoymur sənin daşın arasına ki, sənin əlin daşın arasında qalması. Yəni çətinliyi çəkəndə tək çəkirsənsə, verdiyin qərarları da o cür mənim ailəm, məsəl üçün mən burada absurd bir şey etmirəm və mənim ailəm buna dəstək çıxırsa, mənim ailəm buna bir şey demirsə, başqa da kimsənin qarışmaq kimi haqqı yoxdur. Mənim yoldaşım mənə icazə verirsə, mənim yoldaşım bu mövzuda mənim arxamdadırsa, dəstəkləyirsə, heç kim, amma heç kim bir kəlmə artıq bundan o tərəfə heç kim bir kəlmə deyə bilməz. Yəni yığışdırım davam eləyək. Səhv eləmirəmsə duz üstü vurmuşdum. Ona görə mayonezin qatım. Artıq ondan sonra qərar verəcəm. Mən qollarım töküləndə iş görə bilmirəm. Qollarım belə olanda qızlar iş görə bilmirəm. Yəni üzürlüsəm heç cür mümkün deyil. Yəni. Yaxşı ki əlavə mayonez almışam. Mayonezim çatmayacaqmış. Onun dibini sivirə bilməyəcəm. Deşiği var imiş mayonezin burasında buzda. Buradan deşiğindən daxır. Niyə belə olur ki? Görürsən xarab olmaz bu cür. Ona qarışdırın. En sevdiğim yemek hazırlanıyor. Ay çok mutluyum bugün. Evet çok mutluyum. Ne qəşəng qoxursun. Ne? Saçın qəşəng qoxur. Teşekkür ederim. Bu arada bilmirəm YouTube'da göstərmişik yox. Zeynəb saçını kəsib. Bir dənə çön belə. Çox yox, rivanka kəsdirdim. Belə ucuları 3 gün gəlib. Ona görə bu cürdür. Başında çörək var. Ne başında? Çönə bilərsən aşkım sənə. Deşiyi var imiş yapma. Hava keçirdi də xarab olar deyə qorxuram. Şimdi duzuna baxacağıq. Benim en sevdiğim salat siz talısınız dostlar. Zaten Zeynəbin istəyi ilə olur. Qızlar demək əyləşin. Zeynəb o gün dedi ki, mən statin salat istəyirəm. Dedim onda ərzaqları aldı atası. Dedim ki, onda mən doğum günümdə elə eləyərəm. Sonra biz Mete'nin doğum gününə getdik, ad gününə getdik, qaynımın oğlunun ad gününə getdik. Orada tort var idi, alınma tort idi də. Yəni sifarişlə bişirilmə tort. Və Züleyxa heç bir tort yemir. Ümumiyyətlə heç bir tort yemir də. Sadəcə mənim evdə bişirdiyim tort, bir də bibisinin evdə bişirdiyi tortlar da deyim belə. Yəni qozsuz falan sadə. Heç onu da yemir. O da qoz vurur yenə yemir deyəsən. Ona görə dedim ki, onda Züleyxaya da tort eləyərəm. Və doğum günümü keçirtmək ideyası əslində elə oradan başladı da. Uşaqların bir şeylər istəməyi ilə başladı. Bu arada ben bütün sırayla aç günümden teşkil ediyorum. Bunu bu qabda saxlamışam axşamdan. Ziyan eləməz. Şirəli deyil qazan. Amma bu şeydir də. Zərərsiz bir qazandır. Özümüzü inandırırıq bu zərərsiz bir qazandır. Qəşəng qoxdu. Kaş size qoxulabilirdim. Hala hazırda. Bir haqqınızı helal edin. Mən çox xahiş edirəm. Mən belə şeyləri sevmirəm. Amma həyatımızdan ilk dəfə dediyim kimi doğum günümdən çəkib paylaşmaq istədim. Yəni heç vaxt doğum günümü paylaşmıram. Hətta WhatsApp-da elə paylaşmıram ki, təbrik etməsinlər. Yəni necə təbrik etməsinlər? Yəni kiminsə ağlına gəlirsə təbrik etsin, ağlına gəlməyən ürəyində qalsın. Amma bu il Instagramda da paylaşmışdım. Dünəndən çox təbrik edənlər oldu. Hamısına buradan təşəkkür edirəm. Hamısını Instagramda da paylaşmışam. Evdə neçə günlər öncə ən birinci qızım təbrik eləyib. Onu YouTube-a atmışıq. Short kimi atdıq da YouTube-a. Sən Instagram atmadın? Yox. Hayır, YouTube'a attın.
Atmamışamsa baxıb ataram. Ən birinci Zeynəb təbrik eləmişdi. Mənim üçün şirin yatar. Mutfağa. Nasıl bilmirəm, hə. Ən birinci Zeynəb təbrik elədi. Dünən bacım təbrik elədi. Bilmin gəlini təbrik elədi. Amma saat 12-də, tam saat 12 olanda, ayın 18-nə keçəndə ilk mən balaca bacımı təbrik edim. Mən də subay vaxtı elə idim. Hər şey yadımda saxlayırdım. Saat qururdum, nə bilim, yazıb saxlayırdım hazır ki 12:00-da göndərəcəm falan. İndi adam başı qarşı elə şeylərə çox vaxt tapmır. Nərgiz təbrik elədi 12 tamam olan kimi. Amma belə, yəni ilk təbrik edən Zeynəb. Mən indi əllərimi yenə yuyum. Bir dənə bunun duzuna, dadına baxaq görək. Duzu falan yaxşıdırsa, bunu da ağzını örtək qoyaq soyuducuda ki, həm xarab olmasın, həm də salatı bəzi adam süfrəyə verərkən mayonezdən qatır. Amma məncə onda salat oturmur. Salat nə qədər ki 1-2 saat ki qalır, oturub daha qəşəng olur onda. Gözlərimin altı çöküb son günlərdən əlimi yuyum. Tabak aldım 2 tane. 2 tane istəmirəm. 2 tane yok ha yani tabak aldım. 2 tane bir daha. Düyünün suyu da qaynayır. Mən artıq düyünü də tökəcəm qaynamağa və bu qızların önünə də taxmışam. Bence belimə güclə gəlir. Bilmirəm hansı birini taxmışam. Öncə sən dadızdıraq duzuna bax. Bol koy bol. Qoyacam narahat olma. Sonra əlavə verərəm də sənə. Nə içəmdir? İstiyor durmuram. İstiyor əlavə eləməyəcəm. Qəşəngdir hər şey. Mən sənə bir çəkim, sən get ye. Hı? Okey. Amma soyuq, yavaş yavaş. Dediyim kimi qızlar dünəndən soyuducuda dedim bu kimi. Qaşıqlarını çıxardıram çünki ağzını örtəcəyik ki xarab olmasın. Dünən axşam soyuducuya qoymamışam bu arada. Dünən axşam soyuducuda tort var idi deyəndə nə bastırma ya deyilməsin, nə bunu soyuducuya qoyamadım. Pəncərənin, mətbəx pəncərəsini tam açmışdım. Üstlərini örtüb qoymuşdum. Buz kimi bildiniz, yəni mətbəx girələsi deyildi də. Yəni elə şəraitdə qoymuşdum. Çünki bugün tortu çıxartmışam. Tortun üstünə bəzək vura bilmədim. Çünki rəngim, boyam falan heç nəyim yox. Yəni muncuq falan heç nə yoxdur. Ona görə indi mən bunu örtüm, qoyum soyuducuya. Düyünü də töküm suya, qaynasın, dəmə qoyum. Artıq o işçiləri çəkməyə ehtiyac yox deyə düşünürəm. Sonra gedim Züleyxanı gətirim və sonra davam edək çəkilişlərə görək ad günümüzdə nələr baş verir. Bu arada ad günü hədiyyəsi olaraq hələ neçə gün öncədən yoldaşım mənə ütü feni almışdı. Toster alıb hədiyyə sayırlar, amma toster hədiyyə deyil, çünki o evin ehtiyacıdır. Bəli, amma feni istəmişdim, feni almışdı. Yenə də salmışdı. Yenə də bir şeylər olmuşdu. Xatırlamıram. Və bu arada yoldaşımın hədiyyələri ad günümə çatmadı, çünki biraz gec gələcək. Amma sevdiyim şeyləri hədiyyə alıb mənim üçün, yəni nə aldığımı bilirəm. Öncədən ümumiyyətlə təşəkkür edirəm. Bu biraz mənim doğum günüm olsa da yoldaşıma şey kim olub. Çox təşəkkür edirəm həyatımda olduğu üçün. Çox təşəkkür edirəm arxamda durduğu üçün. Məni xoşbəxt hiss etdirdiyi üçün çox təşəkkür edirəm həyat yoldaşıma. Hədiyyələr biraz gec gələcək, amma nə olduğunu bilirəm. Çünki mən seçmişəm, mənim seçimim əsasında yığıb hədiyyələrimi. Çox məmnun olduğum hədiyyələrdir. Onları artıq başqa bir videoda açıb göstərərəm hər halda. Çünki ad günümə, doğum günümə çatmayacaq. Belə. Züleyxanı götürdüm, evə gedirik Züleyxa ilə. Və Züleyxanın sinif yoldaşları məni təbrik eləyirlər. Kağızda açıqca düzəldim. Soyuq deyə, külək falan yoxdur. Elə də soyuq deyil, amma adamın üzü üşüyür. Geyinib bürünmüşük. Züleyxa yeməyini indi yeyir. Bir dənə buludları göstərmək istəyərdim sizə. Çox qəşəng, çox göstərdim. Çox qəşəng göy üzü var. Gedirik evə. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday. Gagami. Gagami. Biz düşürük. Evet. Mən düşürəm. Hadi. Hədiyə, amma əlimi çəkir. Evet, ne harap çekiyor? Başqa cür aça bilməyəcəm. Geç. İçinde bir daha qonaqlar İçinə sözlər yazıb, baxaq 5 dəqiqə. Ana, səni çox sevirəm, yaxşı ki varsan, sən mənim xəyalımsan, səni çox amma çox sevirəm, sənin ad günün mübarək, love you mom. Təşəkkür edirəm, aşkım. İndi bunu açıram. Alo, anasına tatlı da almış.
Mənim aldığımdan fərqli deyil. Şirin yoxdur. Yox, sanki ilə Təşəkkür edirəm. deyil. Mən başqasını Təşəkkür edirəm. Böyle bir şey almış. Ay, my Bunu xaladelniyə qoyum. Hə, işte bu. Saxla aşkım. Akşam gelip başıma çıkıyor. Bu arada Eltim mənə hədiyyə alıb. Mən heç kimdən hədiyyə istəməməsində. Yəni doğum günümü qeyd eləmək səbəbim bu il özümü həqiqətən də özəl hiss eləməyim və bu il o doğum gününü qeyd eləmək istəyim. Bax Eltim mənə nə alıb. Belə bir qabı var və yanında belə balaca qabları var. Çox qəşəngdir. 6 dənə belə qabı var. Yəqin ki bu böyük salat qabıdır. Yanında da balaca salat qabları deyə düşünürəm. Nə bilim istənilən kimi istifadə eləmək olar. Super. Təşəkkür edirəm Elticim. Və biz süfrəni qururuq indi. Bunlar bu kompotdur. Malina kompot. Qırmızı balaca, böyükcən yox, moruq kompotudur. Özüm bişirdiyim ləzzətlidir. İçinə amma isti su qatmaq istəyirəm, çox soyuqdur. Bir dənə də belə kompot gətirmişəm, cavalı kompotu. Belə. İndi süfrəni quraq. Hədiyyəm buydu bu arada. İndi süfrəni quraq, davam edeyim. Hazırlayıram da aşkım. Salatları yığıram. Ay, mesela toyuğun kokusuna çok azaldı. Bu nasıl cəncə çörəkdə ortası nə qədər yoxdur? Qabarıb da, qəşəng qabarıb. Oh ya. Bu şeydir. Bacın çağırır, Zeynəb çağırır, stalisini bilmir. Buyurun gel, buyurun oynayın. Pomidoru özüm hazırladığımdır. Möhtəşəm qoxusu var. Ancaq bu xiyar aldırmışdım salata görə. O qədər ləzzətlidir ki, o qədər qəşəng qoxusu var ki. İndi bunları doğrayım süfrəyə. Sopa aparırıq. Bunları da doğrayaq. Çıxıyam. Bərabər qoyacağım pomidorla xiyar turşusunu. Yeməklərim qızdı. Süfrəni bilmirəm, çəkməyim. Çəkim süfrəni də çəkərəm indi. Süreyni alır. Sokun yazısı nəsə eləməz görəsən. Təbrik edirsiniz məni. Tortum da budur. Başlayaq yəni, ben də sizə. Ay, basırdım. Çevirə biləcəm, görüm. Tripodum girdi torta. 28 yazmışdım qızlar. Əslində bu belə görün də siz tortu. Prosta da indi belə yazıram göz dəyməsin deyə. Burada da maksimum bəzəklərim budur. Bunu şokolatı ərdə elədim. Başqa əlimdə rəng falan yox, eləyə bilmədim. Belə. Başladı. Söndürdüm.